Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Qaniduslar, kanal Хлюпатал, Амкихин Герекия. Юлия Волмир, Яру Дюгмедалилис. Им Кюпата Чазурба Кюмекшеда. Дорогие друзья, не забудьте подписаться на наш канал. Это будет вашей реальной поддержкой. Kim bilir, neçənci dəfə idi ki, öz-özünə söz verirdi. Deyəcəyəm, bu dəfə mütləq deyəcəyəm. Daha dözə bilmirəm, hər şeyin bir sonu olmalıdır ya yox. Gərək ürəyimdəkiləri bir yolluq boşaldım. Onun haqqında nə fikirdə olduğumu gərək bilsin. Qoy özü hər şeyi başa düşsün, daha uzatmağın mənası yoxdur. Neçənci dəfə idi ki, özünü qətiyyətsizlikdə günahlandırırdı. Bu dəfə nəhayət ki, özümü toparlayıb kişi kimi hər şeyi üzünə deyəcəyəm. Gizlətməkdən nə çıxır? Sabah ondan bundan eşitməkdənsə qoy elə özüm deyim. Qoy mətləbi ona anladım. Mərd-mərdanə həqiqəti bildirim. Gərəkxan bu üzüntülü fikirlərdən zinhara gəlmişdi. Ürəyindəki həyəcan onun bütün varlığına yayılmış, təkcə rahatlığını yox, həm də həyat ahəngini pozmuşdu. Qarşısına qoyduğu məqsəd ona daş qaldırmaqdan, qaya yarmaqdan daha çətin görünürdü. Belə olmaz. Bu məsələyə bir dəfəlik nöqtə qoymaq lazımdır. Hər şeyi aydınlaşdırmağın vaxtı gəlib çatıb. Heç bir qaranlıq nöqtə qalmamalıdır. Mən nə birinciyəm, nə də sonuncu. Bu iş tək mənim başıma gəlməyib ki. Ürəyə necə hökm edəsən? Ürək onsuz da sənə qulaq asmayıb öz bildiyini edəcək. İş yerində oturub bütün bunları götür-qoy edən Gərəkxan gözləri önündə Hülbəri canlandırdı. Deyingən, səbirsiz arvadı son vaxtlar onu yaman hövsələdən çıxarırdı. Heç nədən əsəbiləşən, qısqanclığı ilə canını boğazına yıxan, ərini qara-qara izləyən, onun iş yoldaşları ilə, haraya gedib gəldiyi ilə maraqlanan Hülbərdən son vaxtlar tamam soyumuşdu. Niyə onlar bu hala gəlmişdilər? Kim idi günahkar? Arvadı canını boğazına yığmışdı. Son illər Hülbər əsla özünə fikir vermirdi. İşi gücü nəvələrinə qulluq etmək, evi sahmanlamaq idi. Gərəkxan çay gətir deməyincə qabağına bir stəkan çay da qoymurdu. Nəvələri doğulandan Hülbər bütün enerjisini onlara xərcləyirdi. 4-5 dəfə yadına salandan sonra köynəkləri ütülənirdi. Əvvəllər bunları deməyə heç bir lüzum olmurdu. Evdə hər şey qaydasında olurdu. Onların münasibətləri də normal məcrada idi. İndi isə söz deyib söz eşitmək olmurdu. Hülbərin işi gücü sanki Gərəkxanı yamanlamaq idi. Çılçırağın lampalarını haçan dəyişdirəcəksən? Hamamın kranı bir ildir xarab olub. Bayır qapısının dəstəyi sınıb, dəyişmək fikrin yoxdur. Evdə bir kişi xeylaq olsaydı, sınmış paltar maşınını dəyişdirərdi. Beləcə, bütün günləri deyinməkdə keçirdi. Elə bil Hülbər dilinə zəhər qatmışdı. Son illər dilindən bir şirin kəlmə çıxmırdı. Hər sözü acıqlı tərzdə deyirdi. Bu isə ərini hövsələdən çıxarırdı. Gərəkxan axır vaxtlar təzə çarə tapmışdı. Acığa düşüb arvadının sözlərinə cavab vermir, heç nəyə məhəl qoymurdu. Güya ki, özü eləyə bilmir. Çılçırağın lampasını dəyişmək nə çətin işdir. Güya 10 ildir mən düzəltmişəm lampanı. Özü dəyişmirmi? Hamamın kranı axıdır. Lap elə əcəb olur. Zəng çal, usta çağır, gəlib təmir eləsin. Qapının dəstəyi sınıb, təsərrüfat mağazası sənin işinin düz böyründədir. Təzəsini al gətir, mən də dəyişdirim. Nə qədər dığdıq olar. Bezdirib zalımın qızı məni. Əslində onlar evlənəndən evin belə işlərini Hülbər özü görərdi. Günlərlə, aylarla deyinib yorular, sonra da danışmağının mənasız olduğunu anlayıb özü hər işi yoluna qoyardı. Bununla da mübahisə həll olardı, amma söz-söhbət bitməzdi. Hər gün yeni nəsə tapılırdı. Münaqişə yaradan o qədər səbəblər olurdu ki. Gərəkxanı son vaxtlar evdə hər şey hövsələdən çıxarırdı. Bunlardan ən dözülməzi Hülbərin evə gələn kimi əynini dəyişib mətbəxə keçərək saatlarla oradan çıxmaması, əri ilə maraqlanmaması idi. O nəinki ərinin kefini, əhvalını xəbər almır, qısqanc nəzərlərlə onu elə süzürdü ki,
Bu nəzərlər Gərayxana onun hər şeydən xəbərdar olduğunu xatırladırdı. Əgər bilirsə niyə heç nə demir? Bəlkə gözləyir ki, mən söz salım. Şəninə sıxışdırmaq istəmir ki, belə bir şey baş verib, deyə Gərayxan tez-tez ürəyində öz-özü ilə danışırdı. 1 ildən artıq idi ki, ikili həyat sürürdü. Gənclik illərindən tanıdığı, dostluq etdiyi, ərindən ayrılıb şəhərin mərkəzində 2 otaqlı mənzildə tək yaşayan Nigarla onun arasında məhəbbət romanı yaşanırdı. Gərayxan özündən 10 yaş kiçik olan bu qadına bir könüldən min könülə vurulmuşdu. Fikri, zikri gecə-gündüz onun yanında idi. Nigarın sözləri ilə danışmağa, həyata onun gözləri ilə baxmağa başlamışdı. Evinin səliqəsindən tutmuş özünün geyim-keciminə, rəftarına, onunla münasibətlərinə qədər Nigarın hər işinə vurğun idi. Onun yanında özünü alicənab və mədəni insan kimi hiss edirdi. Nigar onun həyat işqini artırır, günlərini mənalı edirdi. Gərayxangilin evlərinin yanında Liman adlı gözəl bir restoran var idi. Sevimli istirahət yeri idi bura Nigarla onun. Əllərinə fürsət düşən kimi limana yollanırdılar. Burada onları hamı tanıyırdı. Qapıçı da, ofisiantlar da, musiqiçilər də. Gərayxanla Nigar tələsmədən yemək yeyir, şərab içir, şirin-şirin söhbət edir, sonra isə bir-birinə sarılıb rəqs edirdilər. Gərayxan üçün son vaxtlar həyatda bundan xoş, bundan ürək açan heç nə yox idi. Burada onun tarıma çəkilmiş əsəbləri sakitləşir, ürəyi rahatlıq tapırdı. Ən başlıcası isə burada o diqqət mərkəzində olurdu. Restoranın işçi heyətinin heyran baxışları onlara dikiləndə bundan qürurlanır, özünü xeyli cavanlaşmış kimi hiss edirdi. 50 yaşlı kişi üçün bundan gözəl nə ola bilərdi? Hülbərlə Gərayxanın Dilbər adında bir qızları var idi. Onu 19 yaşında ərə vermişdilər. Dalbadal 3 övlad dünyaya gətirmişdi Dilbər. Uşaqlar öz evlərindən çox onların evində olurdular. Hülbər az qala başında oturtmuşdu nəvələrini. Bütün vaxtını, diqqətini onlara həsr edən Hülbər üçün şənbə və bazar günləri nəvələrindən başqa qayğı mövcud deyildi. Dilbər adətən uşaqları 2 günlük anasının yanında qoyub öz işləri ilə məşğul olur, Gərayxan isə evdəki narahatlıqdan bezib vaxtını çöldə bayırda keçirirdi. Uşaqlar yanında olanda Hülbər ona heç gözünün ucu ilə də baxmırdı. Ərinin nəvələrinə kifayət qədər diqqət yetirməməsindən narazı olan Hülbər tez-tez ona eşitdirirdi. Xalqın kişiləri nəvələrin əlindən tutub bulvara aparır, onlara oyuncaqlar alır, özlərinə öyrəşdirir. Sən isə... Bu sən isə sözündən o qədər zəhləsi gedirdi ki, Hülbər nədən danışsın, cümləsinin sonunda mütləq belə deməli idi. Başqaları ildə bir dəfə arvadlarını qurorta aparır. Sən isə qonşu kişiləri evlərinə qonaq kimi gəlib getmirlər. Sən isə hamının öz arvadına ürəyi yanır. Sən isə Faiq arvadına 5-ci brilyant dəsti alıb. Sən isə brilyant dəsti məsələsi onu lap bezdirmişdi. Bərbəzək xoşlamayan, daş-qaş taxmaqla arası olmayan Hülbər son vaxtlar nədənsə brilyant xəstəliyinə düçar olmuşdu. Arvadının bu yeni həvəsi onu heç açmırdı. Bunu qocalıqda yorğanlıq kimi başa düşürdü. Arvadını bu fikirdən daşındırmaq üçün çox səy göstərmişdi. Tutalım, sənin üçün brilyant sırğa, üzük aldıq. Onları taxıb hara gedəcəksən? 2-3 ayda bir dəfə toya gedirsən, tutaq ki, brilyantlarını ora taxdın. Nə olsun ki? Nəyin artır sənin? Gözəlliyin? Bəlkə daş-qaş adamı cavanlaşdırır? Hülbər onu başa salmağa çalışırdı ki, daş-qaş şöhrət və ya təmtəraq üçün deyil, bunlar qadının yaraşığıdır. Ən başlıcası isə qiymətli əşya almaq, banka pul qoymaq kimi bir şeydir. Çətinə, dara düşəndə adamın harayına çatır. Ancaq Gərayxan onunla razılaşmırdı. Bu, baş ağrısından başqa bir şey deyil. Oğru ev yaranda ilk növbədə özü ilə daş-qaş aparır. Bir ətək pul verib aldığın bir dəqiqənin içində əlindən çıxa bilər. Sonra da gəl bunun dərdini çək. Hülbərin israrlı istəyi bəzən Gərayxanı hövsələdən çıxarırdı. Huşsuz adamsan, harda əlini yusan, orada da üzüyünü barmağından çıxarıb qoyacaqsan.
sonra da yana-yana qalacaqsan. Sən gəl ağrımayan başını ağrıtma. Nəhayət, uzun söz-söhbətdən sonra böyük çətinliklə Hülbəri fikrindən daşındıra bilmişdi. Arvadını Mesşan adlandıran Gərayxan Nigara bahalı hədiyyələr almaqdan xoşlanırdı. Hər bayramda, ad günündə onu fransız ətirləri ilə təəccübləndirməkdən zövq alırdı. Nigarın sevincinə ondan çox sevinirdi. Hülbərin bu cür sevindiyini, nəyə isə ürəkdən heyrətləndiyini xatırlamırdı. Əslində, illərdən bəri ona nəsə bağışlamamışdı. Düşünürdü ki, artıq arvadı yaşlaşıb, təravətdən düşüb, özünə düzəməlli baxmır, əyin başına, üz gözünə əvvəlki kimi qulluq etmirdi. Bağçada tərbiyəçi işləyən, axşamlar evə yorğun arğın qayıdan Hülbər ərindən sonra yatmağa, ondan tez oyanmağa adət etmişdi. Qadında biraz incəlik, zəriflik olmazmı? Qadın gərək adamı maqnit kimi cəzb eləsin. Gərək onun həsrətini çəkəsən, dərdindən öləsən. Yoxsa bizimki kimi. Elə bil qadın deyil, işləmək üçün yaranıb. İnsan dünyaya bir dəfə gəlir, onu da sevgisiz, məhəbbətsiz necə yaşayasan? Bir dəfə sönmüş hissləri yenidən alovlandırmaq olarmı? Gərayxanın səbr kasasını sonuncu hadisə daşdırdı. Nəhayət, Hülbər ərinə brilyant aldırmaq istəyini özü reallaşdırdı. İş yoldaşları ilə lotereya oynayıb 4000 manata özünə brilyant dəstə aldı. O vaxtdan 4 ay keçməsinə baxmayaraq, arvadı onu bircə dəfə də olsun taxmamışdı. Hələ elə bir tədbir də olmamışdı. Hülbərin meşşanlığı onu təbdən çıxarmışdı. Mübarək olsun demək əvəzinə Gərayxan 25 illik ömür gün yoldaşına acılamışdı. Səhəri isə onun acığına gözəl bir brilyant üzük alıb Nigara bağışlamış, onunla tezliklə evlənəcəyinə söz vermişdi. Bugün nə olursa olsun sözümü Hülbərə deyəcəyəm. Dilbəri sonra başa salaram. Uşaq deyil ki, vaxtı gələndə hər şeyi özü anlayar. Bu sözləri özünə bəraət qazandırmaq üçün dedi və qətiyyətlə əlini telefona uzatdı. Dəstəyi Hülbər qaldırdı. Salam Hülbər. Evdəsən? Axşam səni restorana aparacağam. Orada sənə deyilməli vacib sözüm var. Necə? Məni restorana aparacaqsan? Nə gözəl. Nə vaxtdır restorana getmirəm. Çox sağ ol Gəray. Sən çox diqqətçilsən. Hülbər dəstəyi yerinə qoyanda Gərayxan üstündən ağır yük götürülmüş adam kimi dərindən nəfəs aldı. İlk addımı atmışdı. Nədənsə ona elə gəlirdi ki, sözünü deməkdən ötürü ən yaxşı yer restorandır. Birdən evdə arvadı dediklərini ciddi qəbul etməz və yaxud dava dalaşsalar. Restoranda isə əvvəl yeyib içərlər, sonra isə Hülbərə səbrlə hər şeyi izah edər. Axırda da onu boşanmaq haqqında ərizə verməyə razı salar. Nəhayət, mədəni adamlar kimi ayrılarlar. Dünyanın axırı deyil ki. O, özündən razı halda mobil telefonla Nigara zəng çaldı. Necəsən əzizim? İşlərin necə gedir? Sözümün üstündə dayandığımı sənə sübut etmək istəyirəm. İndi Hülbərə zəng çalıb axşam ona vacib bir söz deyəcəyimi bildirdim. Hər şey olduğu kimi ona danışacağam. Sevinirsənmi bu xəbərə? Nəhayət biz bir yerdə olacağıq. Gərayxan arvadı ilə restorana gedəcəklərini Nigara demədi. O, bunu xəyanət kimi başa düşə bilərdi. Əvvəlcədən danışdıqları kimi Hülbərlə liman restoranının qarşısında görüşməli idilər. Təyin olunan vaxtdan yarım saat keçməsinə baxmayaraq, Hülbər hələ də gəlib çıxmamışdı. Telefon zənglərinə də cavab vermirdi. Gərayxan daha 10 dəqiqə var gəl etdikdən sonra çıxıb getmək istəyirdi ki, birdən onun 15-20 addımlığında bir taksi dayandı və oradan gözəl bir qadın düşdü. Mütənasib bədənli bu qadın hündürdaban ayaqqabı geyinmişdi. Onun əynində yaraşıqlı don var idi. Yoldan ötənlər qeyri-ixtiyarı dönüb ona tərəf boylandılar. Taksi sürücüsünə pul uzadan qadın maşının qapısını örtüb Gərayxan dayanan səkiyə tərəf irəlilədi. Necə də gözəl qadındı, deyə Gərayxan düşündü. Salam Gəray, bağışla ki səni gözlətdim. Arvadının səsini eşidəndə Gərayxan heyrətdən yerindəcə donub qaldı. O, dili topuq çala-çala dilləndi. Bu sənsən? Tanımadın məni? Hülbər gülümsündü.
Öz halalca arvadını tanımadın? Açığı yox. Təəccübləndirdin məni. Neçə ildir ki, səni belə şox görməmişdim. Özünü qarı kimi aparırsan. Restorana bəzənib düzənmədən getmək olmaz. Ona görə də salona gedib üz gözümə əl gəzdirtdim. Fikirləşdim ki, bu halım sənə də xoş gələr. Hülbər bugün elə gözəlləşmişdi ki, Gərayxan arvadının çox yaraşıqlı olduğunun fərqinə vardı. Limana gedəcəyik, deyə Hülbər soruşdu. Nə bildin? Heç, ürəyimə damdı. Hər dəfə buradan ötüb keçəndə arzulamışam ki, bir dəfə səninlə bir yerdə burada şam eləyək. Bəs niyə bu istəyini mənə bildirməmsən? Nə bilim, qıymamışam. Düşünmüşəm ki, bədxərclik eləməkdənsə problemlərimizi həll edərsən. Qapıçı onları təəccüblə qarşıladı. Restoranın böyük salonunda onları yerləşdirən və sifariş götürən yaraşıqlı oğlan da Gərayxangili qəribə nəzərlərlə süzdü. Zalın musiqiçilərdən uzaq küncündə rahat bir güşədə yerlərini tutduqdan sonra Hülbər gülə-gülə dedi. Sən lap savab qazandın. Nəhayət bugün sırğalarımı taxa bildim. Neçə aydır bir yaxşı tədbir arzusundaydım. Necədir? Mənə yaraşır? Gərayxan arvadının qulaqlarında ürək formalı sırğaların bərq vurduğunu yalnız indi gördü. Onlar Hülbərə doğrudan da çox yaraşırdı. Gözəl yaraşır. Bunu deməkdən Gərayxan özünü saxlaya bilmədi və öz sözlərindən özü utandı. Onun bu halını görən Hülbər güldü. Ay səni, gör bir necə qızardı. Bunun üstündə nə qədər söz-söhbətimiz oldu. Bilirdim ki, bəyənəcəksən. Axı mən də qadınam, bəzənmək istəyirəm. Həmişə sənin diqqət mərkəzində olmaq istəyirəm. Nə yaxşı ki, bugün məni dəvət elədin. Elə bil yenidən gəncləşdim. Məni özümə, gəncliyimə qaytardım. Sağ ol bunlar üçün, Gəray. Restoranda adam çox idi. Onların əksəriyyəti müxtəlif yaşlı cütlüklər idi. Musiqiçilər gözəl melodiyalar çalır, oturanlarda nostalji hisslər oyadırdılar. Bu restoranda ancaq balıqdan hazırlanmış yeməklər verirlər. Ürəyin nə cür balıq istəyir, deyə Gərayxan arvadından xəbər aldı. Yeməyin mənim üçün elə bir əhəmiyyəti yoxdur, amma içməyə 7 gözəl çaxırı sifariş ver. Hülbər çaxırı qurtum-qurtum içir, qızardılmış kütümü iştahla tərifləyə-tərifləyə yeyirdi. Şərabdan yanaqları allamış Hülbərin əhval-rüyəsi elə gözəl idi ki, İstər-istəməz Gərayxanın da kefi açıldı. Zalın ortasındakı 3 stol birləşdirilmişdi. Yuxarı başda yaşlı ər-arvad oturmuşdu. Onlar gümüş toylarını qeyd edirdilər. Bu səs-küylü qonaqlar zalın ixtiyarını öz əllərinə almışdılar. Onlar musiqiçilərlə dil taparaq istədikləri musiqi nömrələrini onlara sifariş verərək zalda gözəl ab-hava yaratmışdılar. 45-47 yaşlarında arıq, yaraşıqlı bir kişi isə tamadalığı öz üzərinə götürmüşdü. Birazdan onun gür səsi eşidildi. Əziz qonaqlar, biz indicə maraqlı bir müsabiqə keçirəcəyik. Musiqiçilər 3 melodiya ifa edəcəklər. 3 rəqsi də mükəmməl ifa edən cütlüyə hədiyyə təqdim edəcəyik. O, yanındakı böyük bağlamanı qaldırıb göstərdi. İndi isə bütün cütlükləri rəqsə dəvət edirik. Gərayxanla Hülbər baxışdılar. Bu təklif hər ikisinin ürəyindən oldu. Onların ilk tanışlığı 25 il əvvəl Bakı gənclərinin rəqs müsabiqəsində olmuşdu. Müasir rəqslərin ifasına görə Hülbər və onun tələbə yoldaşı Akif 1-ci yeri, Gərayxanla Marina adlı qız isə 3-cü yeri tutmuşdular. Həmin axşam müsabiqənin yekunlarına həsr olunmuş təntənəli gecədə Hülbərlə yaxından tanış olan Gərayxan bir könüldən min könülə ona aşiq olmuşdu. Müasir və klassik rəqslər pedaqoji texnikumun son kursunda təhsil alan Hülbərin hobbisi idi. Gərayxan da uzun illər rəqs studiyasında məşğul olmuşdu. Ailə qurduqdan sonra onların şənliklərdə qoşa görünməsi ilə dərhal əsl rəqs yarışması başlanardı. Bütün bunlar keçmişdə qalmışdı. Onlar çoxdan rəqs etmirdilər. Hətta toylarda da ümumi ahəngə uyğun rəqs hərəkətləri etməklə vəzifələrini bitmiş hesab edirdilər. İllər keçdikcə onların istedadları da yaddan çıxırdı.
Təsadüfi hallarda dostlarının iştirak etdikləri məclislərdə onların xahişi ilə Gərəyxanla Hülbər öz peşəkarlıqlarını nümayiş etdirirdilər. Elan zalda canlanma yaratdı. 6 cütlük artıq yarışa hazır vəziyyətdə dayanmışdı. Gərəyxanla Hülbər də onların arasında idi. Hər ikisinin üzündən sevinc yağırdı. Birdən Comparsita tangosunun ruhu ehtisaza gətirən melodiyası səsləndi və alqış sədaları altında cütlüklər meydana girdi. Zalda oturanlar qalxıb rəqs edənləri dövrəyə aldılar. Hamı maraqla onlara tamaşa edirdi. Bir an sonra hamının, eləcə də rəqqasların baxışları Gərəyxanla Hülbərə tuşlandı. Onların hərəkətləri o qədər gözəl və ahəngdar, peşəkar və səlis idi ki, birazdan digər cütlüklər meydandan çıxdılar. Musiqi sona çatanda gürültülü alqışlar qopdu. İkinci rəqs rumba idi. 25 il əvvəl Hülbər bu rəqslə birincilik qazanmışdı. İndi o elə çevik, elə iti hərəkətlər edirdi ki, hətta onunla oynayan Gərəyxan da təəccübünü gizlədə bilmirdi. Bu rəqsi onlar əvvəldən axıra kimi tək oynamalı oldular. Digər cütlüklər bu peşəkarlardan utanıb meydana girmədilər. Nəhayət Charleston səsləndi. Gərəyxanla Hülbər özlərini 18-19 yaşlarındakı gənclər kimi hiss edirdilər. Şou o qədər canlı və maraqlı keçirdi ki, restoranın bütün heyəti, hətta aşpazlar da zala yığışmışdı. Gərəyxanla Hülbər rəqsi başa çatdıranda zalı alqış sədaları bürüdü. Onları hər tərəfdən dövrəyə aldılar. Ələlxüsus Hülbər hamının diqqət mərkəzinə çevrilmişdi. Qadınlar onu darta-darta zalın ortasındakı məclisə apardılar. Bayaqki aparıcı deyəsən onun şərəfinə sağlıq deyirdi. Birdən kimsə əli ilə Gərəyxanın qoluna vurdu. O, dönüb baxanda yanında restoranın inzibatçısı Kamili gördü. Gərəyxan adəti üzrə bura gəlməzdən əvvəl ona zəng çalar, özünə yer saxlatdırardı. Kamil sual dolu baxışlarını ona zilləmişdi. Nəhayət soruşdu. Bu gözəlçəni hardan tapmısan? Gərəyxanın çilləsinin onun üzündə açılması ilə Kamilin yerə yıxılması bir anda baş verdi. Onu yerdən restoranın iki mühafizəçisi qaldırdı. Səsə qaça-qaça gəlmiş direktor Gərəyxanı qolundan tutub öz otağına sarı apardı. Birazdan direktorun kabinetində onlar 3 nəfər idilər. Qəfil şillədən hələ də özünə gəlməmiş Kamil nə baş verdiyini başa düşə bilmirdi. Mən sənə nə dedim ki, Gərəyxan? Nəhayət o özünü ələ aldı. Sözlərinə fikir ver, o mənim arvadımdır. Gərəyxan qəzəblə ona baxdı. Belə bir cavab gözləməyən Kamil həyəcanla ayağa qalxdı. Nə? Sənin arvadın? Mən bunu hardan biləydim? Sən restorana həmişə başqa bir qadınla gəlirdin. Onunla elə davranırdın ki, arvadın olduğunu düşünürdük. Son sözləri qapını açıb həyəcanla özünü içəri atan Hülbər də eşitdi deyəsən. Lakin o, özünü o yerə qoymadı. Nigarançılıqla otaqdakilərdən soruşdu. Bir şey olmayıb ki? Onlar bir ağızdan cavab verdilər. Yox, yox, narahat olmayın, heç nə olmayıb. Gərəyxan ayağa qalxanda Kamil ondan üzr istədi. Hülbər ərinin qoluna girib onu otaqdan çıxardı. Hülbərlə Gərəyxan qayıdıb öz yerlərində oturmuşdular. Hülbər onlara verilmiş mükafatı, oyuncaq ayı balasını ərinə göstərib nəsə deyərək gülürdü. Gərəyxan isə buraya nə üçün gəldiyini xatırlamağa çalışırdı. Heç cür yadına sala bilmirdi. Təng nəfəslik ona aman vermirdi. 2 il əvvəl də belə olmuşdu. Onda müalicələrlə, dava dərmanla özünə gəlmişdi. Ərinin rəng rufunun dəyişdiyini görən Hülbər tez onun nəbzini yoxladı və qayğılı halda atılıb düşməyimiz bizə baha başa gələcək deyəsən, dedi. Qalx, yavaş-yavaş evə gedək. Onlar taksi tutub evə gəldilər. Gərəyxanın ağrısının azalmadığını görəndə Hülbər təcili yardıma zəng çaldı. Həkim Gərəyxanın ciddi xəstə olduğunu bildirdi. Hülbər bütün həkim qohumlarını evə yığdı. 1 saat sonra onların evində konsilium idi.
Xəstəni təcili olaraq Ankaraya aparmağı təklif etdilər. Bunun üçün yol pulu, orada qalmaq xərci ilə birlikdə əməliyyat üçün azı 5000 manat pul lazım idi. Gərəyxanın vəziyyəti ağırlaşırdı. Heç nəyi anlamaq halında değildi. Ürəyi sanki sinəsini yarıb bayıra çıxacaqdı. Onun gecə təyyarə ilə Hülbərlə birlikdə Ankaraya yola düşmələrindən xəbəri olmadı. Burada həkimlər hazırlıq görmüş, hava limanına təcili yardım maşını göndərmişdilər. Gərəyxan özünə gələndə gənc, yaraşıqlı bir həkimin onun nəbzini yoxladığını gördü. Çox şükür, hər şey arxada qaldı. Nəbziniz də normaldır. Özünüzü necə hiss edirsiniz? Yaxşıyam həkim, amma anlaya bilmirəm mən hardayam. Siz Türkiyədəsiniz, əməliyyat olunmusunuz. Ürək ritminiz artıq qaydasına düşüb. Narahatlığınız tamam keçib gedib. Bu sözləri həkim gülə-gülə dedi. Necə yəni əməliyyat olunmuşam? Gərəyxan təəccüblə soruşdu. Bura necə gəlmişəm? Qonşu palatada bu suala cavab verəsi bir xanım var. Birazdan ayılacaq. Həkimlər onun çox həyəcanlandığını görüb sakitləşdirici vurublar. Yəqin ki 5-10 dəqiqəyə ayılar. Siz rahat olun. Bir neçə gündən sonra sizi evə buraxacağıq, deyib həkim otaqdan çıxdı. Gərəyxan təəccüblə qapıya baxdı. Birazdan Hülbər içəri girdi. O, bir gecənin içində elə sınıxmışdı ki, Hülbər Gərəyxanı görüb sevincini saxlaya bilmədi. Şükür Allaha, səni yenidən mənə verdi. Hülbərin səsi titrədi. Gərəyxan utana-utana soruşdu. Təyyarəyə, əməliyyata pulu necə tapdın? Sənə demişdim axı, o brilyant dəstini dar günü üçün alıram. Yalvarıb yaxarıb onu aldığım mağazaya qaytardım. Biraz da qardaşlarım verdi. Gərəyxan Meşşan adlandırdığı arvadının fədakarlığı qarşısında deməyə söz tapmadı. Hülbərə dəyərincə qiymət vermədiyinə görə xəcalət çəkdi. Başını onun dizlərinə qoyub uşaq kimi ağladı.